İndiki dövrdə bilmirik, buna inanaq, yoxsa buna. Fake'dir, yoxsa real. Bəs biz nəyə inanaq? Bu rubrikanın ilk buraxılışını Şarm el-Şeyxə əsr edirik. Görəsən bu cənnət kimi məkan haqqında deyilənlər yalandır, yoxsa doğru? Getdik. Şarm el-Şeyxdə turistləri köpək balıqları yeyir. Bu tipli xəbərləri yəqin ki eşitmisiniz. Amma bunların hamısı yalandır. Son 15 il ərzində belə bir hadisə qeydə alınmayıb. Mənə elə gəlir ki, Şarm el-Şeyxdə köpək balıqları qutav və xəngəli daha çox sevir. Açığı mən də xəngəli yerdim. Diving üçün nömrə 1 seçim. Qırmızı dəniz öz sualtı dünyası ilə ən zəngin ekosistemlərdən biridir. Burada 1200-dən çox balıq növü var ki, onların təxminən 200-300 növü məhz Qırmızı dənizdə rast gəlinir. Dünyanın başqa heç bir yerində yox. Buna görə də Şarm el-Şeyx diving sevənlər üçün nömrə 1 seçimdir. Şarm el-Şeyxdə çoxlu oğurluq hadisəsi olur. Kütləvi informasiya vasitələrinin məlumatına əsasən Şarm el-Şeyxdə oğurluq hadisələrinin faizi orta göstəricidən aşağıdır. Bura turistik bölgə olduğu üçün təhlükəsizlik səviyyəsi yüksəkdir. Amma yenə də çantanızı masanıza tək qoymayın. Nə olur, nə olmaz. Şarm el-Şeyxdə 360 günəşli gün. Bu ifadə reklam şüarı deyil. Demək olar ki, faktdır. Və səbəbləri bunlardır. Quraqlıq iqlimi. Buludlu günlər çox azdır. Yağış demək olar ki, yoxdur. Relyef. Şəhər Sinay dağları ilə əhatə olunub. Buna görə soyuq və rütubətli küləklər buraya çata bilmir. Qırmızı dəniz stabil mikroiqlim yaradır və temperatur dəyişikliyini minimuma endirir. Orada yaşamaq var idi. İş yox, dərd yox, əlimdə soyuq içki, üstümdə günəş. Nəysə, növbəti rubrikada görüşənədək.